Mən üzr istəməyə gəlməmişəm, rəqqasə Fatimə Fətəliyevanın sərt cavabı. O bildirib ki, verilişdə onun barışığı istənməsi yanlış anlaşılmadı. Fatimə verilişə üzr istəməyə getməyib, yaltaq deyil, Fatimə sözünün ağasıdır. Fatimə deyir ki, verilişdə olmayanda Nazilə Səfərli onun adından kimlərinsə adına zənglər edib, güya Fatimə nalayiq cavab verib. O isə bu iddiaları rədd edir və qarşı tərəfə xəbərdarlıq edir. Məndən əl çəkməsən, səni məhkəməyə verəcəyəm. Zaur Baxşəliyev Naziləyə zəng edib barışdırmaq istəmiş, amma Nazilə telefonu bağlayıb. Verilişdə Zaurun Fatimə buna meyillidir sözləri də qarşı tərəfi qəzəbləndirib. Fatimə isə açıq deyir, mən heç kimdən üzr istəməyəcəyəm. Qaynar nöqtə, Nazilə Fatimədən 50 min manat təzminat tələb edib. Məhkəmə şairin iddiasını qismən qəbul edib və 50 min manat 500 manata endirilib. Fatimə apellyasiyaya müraciət etmişdi. Hadisənin kökü Nazilənin sosial şəbəkə yazısı və Fatimənin ona reaksiyasıdır. Müzakirələr bitmir.